Sizin burada nə işiniz var? Nə edirsiniz burada? Biz yox, sən burada nə edirsən? Hə Fikrət. Bu idi iş məsələsi. Şahzarı tanıyırsınız. Problemi var deyə kömək istədi məndən. Vəssalam. Problemi var. Fikrət, sənə nə onun problemindən, hə? Biraz yavaş. İndi bu belə adlanır, hə? Ata, Nə ata, nə? siz hər şeyi səhv başa düşmüşsünüz. Şahzar mənim işçimdir. Problemi var. Zəng elədi, mən də gəldim görüşdüm. Burada nə var ki? Ona görə gecə vaxtı restoranda görüşürsən. Ata, qulaq as da mənə. Heç səndən gözləməzdim Fikrət. Mən gördüyümü gördüm. Elə deyil də. İzah eləyirəm də sizə. Nə izah eləyəcəksin Eta? Hə? Elmira, yeri deyil. Biraz sakit ol. Mən sakitəm. Bunun izahı yoxdur. Başa düşürsən, bunun izahı yoxdur. Var izahı. Biraz qulaq assan izah eləyərəm. Nə demək istəmirsən ki mənə? Nə barədə? Sən yaxşı bilərsən nə barədə. Nə bilməyə özüm belə bir tərhiss edəmə. Niyə? Nəsə elə bir vicdan azabı çəkirsən nəyəsə görə. Mən çox pis iş görmüşəm. Nə iş? Özüm də bilmirəm mən bunu necə elədim. Babanın sözünə mən necə qulaq astım, elə peşmanam. Sən eləmsən hə? Nə? Ki onların portaldakı kabinetinə girib şifrəni dəyişmisən hə? Mənə bax, gözlərini qaçırtma məndən. Gözləyirdim elə özünü deyəsən. Tək şifrəni dəyişsəydim nə var idi ki? Təhsilinə imtina vermişəm. Ayda! Niyə belə şey eləyirsən sən? Sən necə adamsan? Deyirəm axı çox peşmanam. Baba dedi ona görə elədim. Yazıq qızı. Sən necə belə şey eləyə bilərsən? Mən kimdən ailə qurmuşam? Yaxşı da sən də başlamadı. O ondaydı, o səndən qabaq idi. Məndən qabaq idi. Hə? İndi yaxşısan sanki. İndi babanın dediklərini eləmirsən. Eləyirəm. Görmürsən, eləmirəm. İnsan nəyə dəyişsə də xasiyyəti dəyişmir İmran. Mən səndən qorxmağa başlayıram Evre. Aygül, onsuz da pisəm. Sən də bir tərəfdən başlama. Neyim, necə danışım bəs? Mən bilmirəm, nə danışam. Mən onda elə bilirdim ki, o şeylər hamısı düzdür. Düz sayırdım. İndi başa düşürəm ki, yox, mən düz eləməmişəm. Yox, başa düşə bilmirəm. Başa düşməlisən. Çünki bir vaxt sən də mənim kimi fikirləşirdin. Mən nəysən kimi fikirləşmişəm. Necə nəyi? Aysundan cavanı ayırmağa. İkimiz də elə bilirik ki, düz eləyirik. Amma sonra gördük ki, yox, düzdür. O başqadır, bu başqadır. Başqa deyil, eyni şeydir. Mən indi başa düşürəm ki, mən səhv iş görmüşəm. Amma onda necə idi? Onda elə bilirdim ki, düz eləyirəm. Babam haqlıdır. Ay Allah, mən kimlərin içinə düşmüşəm axı. İmran, dürüstlük və yaxşılıq ən doğru yoldur. Bunu yadında saxla. Çalışıram.
Sən utanmırsan. Elmira, Nə Elmira, hə? Nə Elmira? Bura yeri değil. Üzr lütfen, istemezdim böyle olsun. Ailenizin dağılmağını istemezdim ama neylemək olar? Biz birbirimizi sevdik. nə danışır? Başı xarab olub. Dəli olub. Şahzad, Sen bilirsen. elə bir şey yoxdur ata. Yalan deyir. Bilmirəm Fikret. Bilmirəm. Yağmurçılığı da var. Ayıb olsun sən. Çox ayıb olsun. Peşman olacağın sözləri demə Elmira. Danışma sən. Yaxşı. Heç nə danışma. Senin böyle diyeceğine hiç inanmırdım. Getdiniz görkəmə oxşadınız dayılarınıza. Günde bir arvad değişen axmaqlara. Yenə dediyini deyirsən, Sənə deyirəm elə bir şey yoxdur. Sen bu elədiyin insanlığa sıxmır Eyman. Ben Gülnara diyeceğim bunu. Heç kimə heç nə deməyəcəksən. Biraz səbirli ol da. Başa düş də məni. Ben böyle şeyi başa düşə bilmirəm İmran. Ne de başa düşmək istəyirəm. Mən böyük arzum idi o kızı oxutmaq. Sen necə belə şey deyə bilərsən? Sənin böyük arzun idi. Hə, Niyə? çünki həm babandan qisas alacaqdım. Həm də Cavan Aysunun çəkdiyi əziyyət boşa getdi hamısı. Başa düşürsən məni? Bağışla. Toxunma mənə. Zəhləm gedir səndən. Yaxşı da Aygül, eləmə də belə də. Mən gedib hər şey deyəcəm. Dedim heç kimə heç nə deməyəcəksən də. Get onda etiraf elə qıza. Öz dilinlə denə. Aygül, mənə biraz vaxt ver də, nə olar? Mən indi oynaya bilmərəm. Hər şey görə ifsənirəm mən. Başa düşmədim. Nəyə görə heyfislənirsən? Mən çox böyük səhv elədim. Mən sən adam bilirdim. Sən adam deyilsənmiş. Sən məni niyə başa düşmək istəmirsən? Mən sənə 50 dəfə deyirəm ki, mən dəyişmişəm. Mən əvvəlki adam deyirəm. İmran bax. Nəyin bahasına olursa olsun, Gülnarı oxutduracaqsan. Yoxsa mən... Nə? Ha? Yoxsa nə? Yoxsa məndən incimə. Kız bizim yanımızda dedi de ne var ne yok. Berekallah. Biz birbirimizi sevdik ya. Ayət, ona niyə qulaq asırsan? Görmürsən yalan danışır o. Onun sözünə inanırsan. Burada olmağınız məncə hər şey deyir. Ona görə də sözə ehtiyac yoxdur. Ortada nəsə olmasaydı, onun cürəti çatmazdı onu deməyə. Ay qız, mən səni hansı dildə başa salım axı? Ata, elə bir şey yoxdur. Mən də axmaq kimi sənə inanmışdım. Elmira, Emre. Nesli. Düş kafama gideyim. Düş.
Günler necəsən qızım? Belə də əsəbi, pis, hər şeydən bezən, hər şeydən zəhləsi gedən adam kimi. Bezmisən də hər şeydən balam. Bezmirsən yox ey dost, iyrənmişəm. Yaş bu əldə doğulmazdım heç. Onu biz seçmirik ki. Bizə hara göndərirlər, orada da doğuluruq. Elə əvvəldən haqsızlıqdır. Bu dünyanın təməli belədir. Ona görə də canını üzmə, özünü yorma. Şans düşən kimi yoluna davam elə. Amma düzlüklə. Gizlin iş həmişə adamın başına bəla olur balam. Dostu, burada hansı düzlükdən danışmaq var, hə? Hı? Hansı düzümüz var ki, orada halallıq da olsun? Böyüklər bizə özləri öyrədirlər ki, onları yanaşmayaq, onlardan məsləhətləşməyək, elə hər şeyi gizlin eləyək. Nə bilim, gərək elə səninlə qaçardım. Yox, onu çıxart başından, balamsan. Onu çıxart başından. İndi fikrət də yumşalıb. Yaxşı olacaq quzu balam. Gör nə deyirəm, anana nə olub? Anama nə olub ki? Nəsə demək istəyir, deyə bilmir, belə təlaş içindədir, narahatdır. Bilmirəm ki, nə olub. Bilmirəm. Halı heç üstündə deyil ha. Bilirəm ki, nəsə demək istəyir. Amma yox, deyə bilmir. Sən hardan başa düşdün ki, bunu? Nəsə demək istəyir, deyə bilmir. Ürəyi partlayır. Bilmirəm ki, nəyi gizlədir. Soruşmadın bəs? Soruşdum da heç nə demədi. Heç nə demədi. Bayaq da baba ilə çıxdı, harasa getdi. Anam baba ilə harası getdi? Hə. Hara getdi ki? Bilmirəm ki, söz deyir adama. Söz demir ki. Qaldım narahat. Hə, Şahzar. Ləman, mən sözümü tutdum. Afərin sənə. Bax, buna deyərəm Şahzar. Heç yaxşı olmadı Ləman, amma sənə görə elədim. Arvadı, atası gəldi, gördülər. Əladır ki, lap yaxşı, sevindim. Bax, sən belə də davam elə, yaxşı? Yox, elə ona görə zəng elədim ki, daha alınmayacaq. Niyə? Çünki Fikrətlə daha işləyə bilmərəm. Sənə kim deyir ki, işdə? İşləmə. Amma onu da tək qoyma. İndi sənə daha çox ehtiyacı olacaq onun. Ləman, yox. Onun üzünə baxa bilmərəm. Mən gedirəm. Şahzar, istədiyimizi əldə eləməyə çox az qalıb. İnad eləmə də bəsdir. Biraz səbirli ol. Az qalıb. Bu inad deyil Ləman. Fikrətlə üz-üzə gələ bilməyəcəm. Mən gedirəm. Bəsdir də Şahzar, hara gedirsən sən? Kino elə indi başlayır. Kartım səndə var. Mənim haqq hesabımı göndər. Onu başa düşdüm, sən ondan narahat olmayı. Amma heç yerə getməsən, hələ mənə lazımsan. Hara gedirsən? Daha bacarmayacağam. Yaxşı, görüşəndə daha ətraflı danışarıq, uzatma. Ah, Fiko. Sənin də kitabın bağlandı. Mən demişdim axı, hamımızı bir-bir məhv eləyəcəyəm. Mənə ilişmə. Dostu, deyəsən mən bilirəm, anam hara gedib. Nəyi bilirsən? Hara gediblər? Yox, dostu, qorxmalı bir şey deyil, əslində yaxşı xəbərdir, amma onsuz da hamı birazdan biləcək də, sənə də deyim. Nəyi bilim? Qorxutma məni. Gülnar, ürəyimi partlatma. Nəyi bilim, nə olub? Dostu, Bibi sağdır. Mətanət. Sağdır. Gülüm. Gülüm, sən şad xəbər olasan bala. Tüklərim biz oldu. Nə danışırsan sən?
Ay metanət sağsan. Ay gözümüz aydın olsun. Elmira bunu bilirdi. Yaxşı, bəs o hardan bilirdi? Aygülü güdüb o vaxt görüb elə. Gör Elmiranın canındakilara bax. Dostum, bilirsən nədir məsələ indi? Nədir balam? Qorxuram ki, anam gedib babaya deyər. İndi baba ilə də ora getmiş olarlar. Yox, babaya deməz. Bu xəbər babaya deyiləsi xəbərdir bəyəm, inanmıram. Yox, yox. Mən bibiyə görə çox narahatam. Görə İmrana deyən nəsə eləsin. Yox, deməz babaya. İnanma, inanma, deməz babaya, yox. Ay, sən şad xəbər olasan, mətanət sağdır. Ay Mətiş, ay Mətiş. Çıxaq gedək buradan. Hara gedirsən? Anamı fikirləşmirsən? Sən fikirləşirsən. Fikirləşirəm ki, buradayım da mən. İmran, inciməm ama mən burada yaşaya bilmərəm belə. Bu nədir? Belə yaşamaq olur. Öz-özünü məhv eləyirsən burada. Ay, qurban olum. Səbirli ol da, hər şey yaxşı olacaq, nə olar? Sizin ailədə bu, sevirsiniz bu sözə, bu. Səbirli ol, yaxşı olacaq. Hamınız elə vəd verirsiniz. Cavan da çox vəd verdi. Amma vəziyyət eyni dördə. Biz onların eləyə bilmədiklərini eləyirik. Hələ bundan da sonra irəliləyəcəyik. İmran, düzün deyim. Mən ikimizin yolunu görmürəm. Mən həmişə qızların təhsil almağının tərəfdarı olmuşam. Həmişə istəmişəm ki, qızlar təhsil alsın, oxusun. Sənin bu baban kimlərinin qarşısına keçmişəm, qoymamışam. Amma indi də öyrənirəm ki, sən babana görə qızın gələcəyini məhv eləyirsən. Neyinib mən indi? Aygül, mən səni çox yaxşı başa düşürəm. Mənim özümə də xoş deyil belə. Nə babanın özünü aparmağı, nə olan situasiya, nə bilim babanın bizə qarşı münasibəti. Amma səbirli olmalıyıq da, sən mənim yanımda olmalısan. Mən səndən güc alıram, bunu başa düşürsən, sən mənim yanımda olmasan, bunların öhdəsindən necə gələrəm mən? İmran, tez bibinin yanına getməlisən. Nə olur? Bilmirəm ya, amma anamla babam harasa gediblər. Gülnar anan dedi, hə? Bəs söz vermişdi axı. İmran, başıma dönüm bir şeylə özü mətanətə çatdır, dur qurban olum. Yaxşı da, yaxşı. Panikaya düşməyin, indi bir şey fikirləşərik. Mühüm, də anamızdan gibi, görmə xəbər. Mama, necəsən? Sağ ol, İmran, yaxşıyam. Sən necəsən? Sağ ol, salmam, salamatçılıqdır. Qulaq as, oralara gəlib eləyən olmayıb? Yox, nədir ki? Yox, prosto soruşuram, görüm, narahat eləyən olmayıb sənə. Yox, bala, yox, narahat olma. Yaxşı, qulaq as. Birdən qapını döyüb zad eləyən olsa açmaya. Yaxşı, nəsə olsa mənlə əlaqə saxla. İmran, nəsə olur? Ay, mama, hər ehtimalla deyirəm də. Neysə, özünə yaxşı bax, hələlik. Sağ ol. Yox, getməyiblər. Hara gediblər bəs? Başqa yerə gediblər də yəqin. Hara gediblər də onu bilmirik. Bu nə biabırçılıqdır? Babanın səsidir o. Yenə nə oldu görsən? Yaxşı, siz burada olun, mən bir də aşağı düşüm görüm. Nə olur? Salamatçılıq eləsin. Fikrət, hər şeyi uzaqlıqla ötürsən, restoranda cəmaatın gözü qabağında oturmuşsunuz, cəmaat kör çatdı bəyə. Ata, siz görmürsünüz ki, bu qurmadır. Hə? Çox maraqlıdır. Kimə lazımdır səni biabır eləmək?
Mənə də maraqlıdır. Görəsən kimə lazımdır? Hə? Kimə lazımdır bizim ailəni bir-birinə vursun? Nə demək istəyirsən? Deyirəm ki, ata, gözünü aç. Ağı qaradan seç. Fikrət, özünü təmizə çıxarmaq üçün heç kimə qara yox. Elmira, heç olmasa sən başa düş. Fikrət, axırıncı dəfə soruşuram. Sənin o qadınla nə işin var? Ay ata, çağırdı, danışmaq istəyirdi, mən də getdim də. Nə var ki burada? Hə, danışmağam. Sən bütün işçilərinlə beləsən, ya bu qız xüsusidir? Elmira, Elmira. Bura bax, özün uydurduğun oyunun tələsinə düşmüsən. Fikrət, oyundan sonra çıxa bilməyəcəksən, ha. Bax, sənə söz deyirəm. bir adama qulaq asın da. Niyə elə öz bildiyinizi deyirsiniz? Baba, dayı nə olub? Dayından soruş. Sənin dayıların aləmə səs salmaq istəyirlər. Cəmaatın oğlanları pulla, var dövlətlə məşhurlaşır. Bizimkilər Görəsən nə olub orada? Girin baxın görün nə olub. Getməsən Allah. Acığını tökər üstüvə, otur. Mən gedim baxım. Otur. Ana, Elmira, Hiss eləmişdim. Bilirdim nəsə var, bilirdim mən. ana nə olub? nə olub? Hə, Elmira? Baba hara apardın, hə? Restorana apardım. Atanın sevgilisindən oturduq restorana. Ana, nə restoran, nə sevgili, nə danışsan sən? Elmira, başlama da yenə. Sən Allah başlama. Başlayacağım. Əziz əmin oğlu yeni həyata başlayır. Bəsdir. Qurban olun, bəsdir. Fikrət elə şey eləməz. Gözümdən gördüm Zeynəb. Oteldə işləyən işçisindən oturub göynəsə danışırdılar. Güya niyə? Bir də ki, danışırdılar da, işçisidir də onun da. Gecə vaxtı işçi ilə restoranda oturmazlar qızım. Sən uşaqsın. Elə şeyləri bilməzsən. Yaxşı, bəs Fikrət öz nə dedi? Nə deyəcək? Özünü təmizə çıxardır. Deyib elə bir şey yoxdur. Atam deyirsə deməli düz deyir. Bu dəfə elə deyil qızım. Atan əmin kimi xəyanətkar çıxdı. Azad dəb saldı hamıya. Allah hamısının bəlasını versin. Hə, sən çatmırdın elə. başa düşürəm, kişisən, hisslərin var. Amma belə açıq-aşkarı yox da. Ata, sən məni düz başa düşmədin. Başa düşdü. Niyə başa düşmürəm? Deyirəm, bəlkə bir oğul pay istəyirsən. Sən nə danışırsan? Gözəl qadındır da. Ola bilər. Həyatda da hər şey ola bilər. Aha, bir dəqiqə. Bir dənə başa salın, nə qadın, nə məsələdir bu? Görməmsən, hə?
Otelde dayımın işçisidir də. Adı Şahzardır deyəsən, ha? Day. Hə. Sən də. Çox gözəl qadındır, çox gözəl. Düz deyirsən. Gözəl qadındır. Çox şey də ola bilərdi, amma mən qoymadım, imkan vermədim. Ay, sağ ol. Mən də onu deyirəm də, nalamı xanış vurursan. Dedim axı, elə bir şey yoxdur. Ola bilərdi, amma mən yol vermədim. Dəqiq day. İmran, dəqiq. Hayır, belə soruşdum da. Bravo. Mən də kişiyəm. Mən də gənc olmuşam. Hər şeyi başa düşürəm. Amma malı mala qatmaq olmaz avala. Mən heç vaxt ailə ilə o məsələni heç vaxt qatmamışam. Hər şey ayrı olub. Siz bacarmışsınız valla, mənə oxşamadınız. Sizdə biri burada, biri orada. Bu nə cür yaşayışdır? Bu nə cür həyat qurmaqdır? Bəli. Yenə deyir, biri orada, biri burada olmaz. Mən daha necə izah edeyim sənə? Deyirəm, yoxdur da belə bir şey. İmran, sən gəl məndən. Niyə? Nə olmuş? Nə məsələdir? Biraz işim var, gəlirəm. Gəl deyəcəm. Narahat olma, qayıdırıq. Yedi gəl deyir, bir döyəcəyim mən. Fikrət, elə bilmə bu söhbətin axırına çıxdıq. Bu söhbətə qayıdacam elə. Nə yaxşı hamınız buradasınız. Yaxşı günün olsun. Sizin də. Nə olub ay Elmira? Mən sənə demişdim də. İlan, hamısı sənin işindir. Sən o ifritəni otelə düzəltməsəydin bu şeylər olmayacaqdı. Ay Elmira. Yazıq Elmira. Yazıq. Sizin əllərinizin ayağı sürüşkəndi. Bax, mən neyim, hə? Olmayacaqdı, başqası olacaqdı. Bunların qanı, canı belədir də kişilər. Johnny'dən başqa. Yazıq özünsən. Rədd ol otağımdan. Bəsdir də. Gəlmişəm sən dərdivə yanmağa. Ürəyim ağrıyır da sənə. Niyə belə danışırsan mənimlə? Başına dəysin elə. Ürəkdirək verməyə gəlib mənə. Ayıbdır, vallahi ayıbdır, vallahi. Görsən, bu da mənim yaxşılığım. Mənim ürəyim yanır, sən mənə ağzıva gələn deyirsən. Amma bax o ilk gün gəldin ha. Adın nədir? Nəsə olsa mənə deyərsə, onda gözümə girdin. Dedim, yox, bundan nəsə olar. Amma görürəm, yox, səhv fikirləşmişəm. Çünki sən səhv yolu seçdin. Mənə qulaq asmadın. Ləman, elə eləmə ki, hamının hirsini səndən çıxır. Nəşi sənsən? Cəhənnəm ol da buradan. Bu nə sözdür cəhənnəm ol? Heç qız uşağına yaraşır. Əlimdə qalacaq. İnsanın əziyyət çəkməyindən həzz alırsan da sən. Yox, bax, mənim tərəfimdə olmayanda, sözümə qulaq asmayanda sındırıram. Sınanda belə həzz alıram. Sən elə sındıraram demə, səni topulaya bilməzlər. Nə üstümə gəlirsiniz? Hamınız elə bil güləşçisiniz, mənim nə canım var? Səndən heç gözləməzdim. Ay, Piko da xəyanət edərmiş. Məhəbbət qürbətə gedərmiş. Bilməzdim. Mən bunu yolacam. Bilməzdim. Amma mən bilirdim. Mən sənə dedim. Ləman, rədd ol buradan. Sən ona niyə baş qoşursan axı? Gəl əyləş, sakitləş, gəl. Gəl sakitləş. Danış görə nə olub, nə məsələdir? Sən niyə belə edirsən axı? Bəla oxuma Elmira, sən Allah bəlanı çağırma. Bəla elə onun özüdür, bundan betər bəla var ki. Ana, mən atama inanıram, atam elə şey eləməz. Özüm görməsəydim, mən də inanmazdım qızım. Elmira, məncə sən həmişəki kimi yenə qarışqadan fil eləmisən. Zeynəb, bilirəm də nə danışıram. Dəli deyiləm ki. Gözümün içinə baxa-baxa yalan danışdı. Nə deyib, ana? Deyəcək. Evdə olanda ona zəng gəldi.
Yalandan dedi ki işçimdir. Kızın yanına gitti. Bura bax, sənin işin deyil mi? Mənə düzün de. Nə? İmran, sənin oyunundur. Aranı qatıb nə eləmək istəyirsən? Planın nədir? Ha, nə danışırsan? Bir danış görüm nə deyirsən də. Məni güdüb restoranda qızla görüb babana sən demisən? Bundan nə qazanacaqsan? Yox, mənim işim gücüm qutarıb ki, mən bütün gün sənin dalınca düşürsəm, səni güdüzəm də. Bilmirəm İmran. Bu sənin adətin daxı. Cəmaatı güdüb gəlib babana çatdırmaq. Üstündə yanımızda adamın bir də ayıb olmasın da. O əvvəl idi. Mən indi səninlə güdmüşəm, nə də babaya satdırmışam. Dəqiq İmran. Bax, sonra bunun altından sən çıxsan, pis olacaq ha. Narahat olma, dəqiq. Arxayın ola bilərsən. Mən deyirəm, axı, mən əvvəlki İmran deyirəm. O əvvəlki İmranı evi yandıranda orada da yandırdım. Tək elə olsun. Elədir, narahat olma. Onda bu Ləmanın işidir. O ola bilər. Ola bilər, yardımcı 90% elə odur. Amma o maskasını zırmaq lazımdır ki, baba onun əsl üzünü görsün. Mən sənin vaxtında dedim ki, gəl bir olaq. İstəmədin ki, deyib ha. O qədər yalan danışımsan ki, sənə də inanmam. Yaxşı da, yalan danışmısan, söz çatdırmısan, bəsdir də. Mən düzələnmərəm. Hər adam düzələ bilər də. Bir dəfə yoxlayın da məni. Gör düzəlmişəm ya yox. Hər şey niyə günahım məndə görürsünüz siz? İmran, çünki həmişə hansı daşı qaldırmışam, altından sən çıxırsan. İlbizəm də mən. Kərtəngələyəm. Ana bəlkə düz deyir atam. Bəlkə bu qızın doğrudan da problemi var, ona görə onun yanında olmalıydı. Sən niyə bu qədər bu məsələni böyüdürsən axı? Hə. Güya Ləmanı tanımır da. Qız fitnədir başdan ayağa, ay bala. Hə də, sən sakitlər, sabah da sakit-sakit oturarsınız, həll eləyərsiniz məsələnizi. 100% səhv başa düşmüsən Elmira. 100%. Bunu mən sənə deyirəm. Mən də elə fikirləşirəm onu. Elmira, bir söz de. Ana, ata elə şey eləməz, mən əminəm. Yaxşı? Mən buna dözə bilmərəm. Niyə necəsən? Gözləyim burada. Hara gedirsən? Gəlməyin arxınca. Hara gedirsən? Dedim gəlməyin. Dostu, səncə atam elə şey yeyər? Nə bilim Gülnar, bilmirəm. Artıq bilmirəm kim nə eləyər, kim nə eləməz. Mən də şaşıb qaldım. Bu ara getdiyə narahat oldum mən. Bu nədir ha Cavanşir? Bu Fikrət neynədir? Dəhşətdir. Ne bileyim ailemem. Of, eşitdim necə pis oldum. Dəhşət. Dəhşət. Sen niye pis olursan? Necə sən niyə pis olursan? Ay Cavanşir. Qızı mən gətirmişəm də işə. Sonra da deyəcəklər ki, Ləman eləyib. Getdim ki, Elmiraya baxım, bir hal-ahval tutum. Ağzına gələni dediyə mənə. Elmira. Hə, Elmira. Dedim, indi qadındır da, bir təsəlli verim. Nələr dedi mənə. Bu da mənim yaxşılığım. Elə qorxuram ki. Neden korksun? Nədən yox, Kimdən? Kimlərdən? Evdəkilərdən qorxuram. Kimdən qorxacağam? Adamda bəxt yaxşı şeydir. Nə deyirəm, günah məndə olur. Yaxşılıq eləyirəm, səhv məndə olur. Senin ne var aklı burada? Necə sənliyinə var? Deyəcəklər, Şahzarı sən gətirmirsən, sənin rəfiqəndir, sənin planındır. Qalır mənim üstümdə axı. Narahat olma düzelir, narahat olma. Hələ Fikrətə bax. Saman altından su yeridir ha. Yamandır, yaman. İşte deyərsən bu belə şeyləyər. Ya. Sen de odasından danış, dine özünü yığıştırsın. Danışdım, qıza ağzıma gələn dedim. Dedim, mən səni gətirmişdim boncuğunu, Əlivi çörəyə çatdırdım ki, belə xani eləyəsən sən. Demişəm, narahat olma. Elmira da ağlayırdı, elə pis oldum ki.
Ürəyim dözmür də. Əşi, sənə nə dəxli var? Ay Cavanşir, necə nə dəxli var? Dedim axı, deyəcəklər ki, bu eləyib hər şeyi. Deyəcəklər yox, inan ki, deyirlər. Əmi. Mən boşanıram.